Herkes salam. Bugün alkanları, doymuş karbohidrogenlər alkanların dərs izahını verəcəm. Ümid edirəm sizin üçün yararlı videolar. Bu videodan sonra alkanlarla bağlı testləri rahat şəkildə işləyə bilərsiniz. Burada həmçinin nəzəri izahı verəcəm. Həmçinin 1-2 də ona uyğun misallarla çalışdığım qədər sizə başa salacağım. Video başlamazdan əvvəl kanala abunə olsanız, video like atsanız sevinərəm. Çünki bu mənim üçün çox önəmlidir. Başlayaq o zaman biz videomuza. Dərsimizin adı alkanlar. Alkanların ümumi formulu uşaqlar CnH2n-dir. Tamam mı? CnH2n plus 2'dir. Üzrü sayın. Demək, alkanların ümumi formulu CnH2n plus 2'dir. Yəni, karbon neçədirsə, biz onu 2-yə vurub, üzərinə 2 gələndə hidrogen sayını tapırıq. Məsələn, götürək 2. Olur, C2, H, 2-yə vururam 4, üzərinə 2 gəlirəm, nə olur? 6. Və yaxud da götürək 3. C3, 2-yə vururam 6, üzərinə 2 gəlirəm, eləyir 8. Gördünüz mü? Baxın, bu şəkildə. 2-yə vurub, üzərinə 2 gəlirik. Bu da eləyir bizim alkan. Alkanların seçindisə, siz bu qayda ilə seçərsiniz. Görərsiniz ki, hansını da 2-yə vurub üzərinə 2 gəlib. Baxın, o qayda ilə. Növbəti. Formulumuz dedik CnH2n plus 2-dir. N də 1-dən başlayır. Yəni, N-in yerinə 1 də qoya bilərik, 2 də qoya bilərik, 3 də, 4 də və s. Atom sayı uşaqlar aşağısındakı rəqəmlərin, aşağısındakıların cəmidir. Yəni, baxın, N karbon, N-in üzərinə də gəlirəm 2N plus 2, eləyir 3N plus 2. Atom sayımız elədir 3N plus 2. Karbon atomların hibridləşməsi sp3-dür. sp3 nə deməkdir? Tək xətt. Tək xəttlərin hamısı sp3-dür. Alkanlar da doymuş karbohidrogendir deyə. Burada nə 2 qat yoxdur, nə 3 qat yoxdur. Yəni, pi yoxdur burada. Hamısı tək xəttdir uşaqlar. Tək xəttsə deməli bunların hamısı nə olur? sp3 olur. Bir dəqiqə. Aha, sp3 oldu. sp3 hibrid orbital sayı da uşaqlar 4n-dir. 4n-dir. Yəni, karbonun sayını 4-ə vurmaqla tapılır. Karbon aşağısı n-dir axı. N-i də biz 4-ə vuruq 4n. Deməli, hibrid orbital sayı soruşsa bizdən 4n. Qeyri-hibrid orbital sayı isə 2n plus 2-dir. Uşaqlar, qeyri-hibrid orbitalın düsturu var. Baxın. Deməli, baxın, qeyri-hibridin düsturu nədir? Hidrogen üzərinə gəlirik 2pi. Yəni, pi-nin sayını 2-yə vurub üzərində hidrogen gəlməklə. Burada da pi-si yoxdur. Axı, pi-nin üzərinə xətt çəkirəm. Bir dənə hidrogen götürürəm. Yəni, qeyri-hibrid hidrogen sayıdır. Hidrogen də burada 2n plus 2-dir. Deməli, alkanların qeyri-hibrid sayı elə hidrogen sayıdır. Yəni, 2n plus 2-dir. Alkanlarda piramiddə yoxdur. Karbon sigma və yaxud da karbon sp3-dür. Digər karbon da sp3-dür. Yəni, sizə həm karbon sigma sayda soruşa bilər, sp3 sigma sayda soruşa bilər. Tapanda nə edirsiniz? Karbonun sayla bir vahid az. Karbon n-dir, n çıxaq 1 deməkdir. Karbon hidrogen və yaxud da karbonumuz sp3-dür, hidrogenimiz s-dir. Yəni, və ya soruşa bilər karbon hidrogen sigma sayı və yaxud da sp3s sigma sayını da soruşa bilər. O da hidrogenin sayı deməkdir. 2n plus 2. Ümumi sigma rabitə isə n-1 ilə 2n plus 2-ni toplayırıq, eləyir 3n plus 1. Yəni, ümumi atom sayından bir vahid az sigma sayı deməkdir. Deməli, ümumi sigma rabitə sayı da ümumi atomların sayından bir vahid əksik deməkdir. Valent bucağı 109 dərəcə 28 dəqiqədə. Molekulu tetraedlikdir uşaqlar. Karbon rabitəsinin uzunluğu 0,154 nanometrdir. Bu hamısı sp3-ə görə. Yəni, sp3 isə 109 dərəcə 28 dəqiqədir və uzunluq da 0,154 nanometrdir. Nisbi molekul kütləsi 14n plus 2-dir. Hardan aldıq bunu? Karbonumuz ayrı 12-dir. 12 vururuq n-ə, neçə eləyir 12n. Düzdürmü? Hidrogenimiz də 2n plus 2-dir. 2n plus 2-də hidrogenin ayrı 1-dir. 1-ə vururam. Üzərinə gəlirəm 2n plus 2-ni neçə eləyir? 14n plus 2 eləyir. Düzdürmü? Baxın, oradan tapmış olduq biz bunu. 14n plus 2-ni də buradan tapdıq. İndi davam edirik.
Proton sayı 8n plus 2'dir. Niyə? Karbonda proton sayı 6'dır. 12'nin 6'sı protondur, 6'sı neutrondur. 6'mız protonumuz var. 6'nı vururuq n'ə. Karbon aşağısı n'dir ona görə. 6 n eləyir. Üzərinə gəlirik. Hidrogenin də proton sayı 1'dir. 1'i də vururuq 2n plus 2'yə. Eləyir 8n plus 2. 8n plus 2. Neutron sayı isə 6n'dir. Çünki karbonun neytronu 6, 6'ını da vuranda n 6n. Hidrogende də neutron 0'dır. Elə 0 da 2n plus 2'yə vuranda 0 eləyir. Sadəcə neutron sayı karbonda var yəni. Məsələn, bir neçə alkan nümunə göstərək. Metan CH4'dür. CH6 etandır. Yəni bir karbonu varsa metandır, 2 karbonu varsa etandır, 3 karbonu proton, 4 karbonu butan, 5 karbonu pentan, 6 karbonu heksan, 7 karbonu heptan, 8 karbonu oktan, 9 karbon nonan, 10 karbonu dekan. Deməli CH4 metan, CH6 etan, CH8 propan, C4H10 butan, C5H12 pentan, C6H14 heksan, C7H16 heptan, C8H18 oktan, C9H20 nonan, C10H22 dekan adlanır. Gəldik radikallardan danışaq. Sizə metil radikal deyəcək. Metil radikalı CH4'dən bir hidrogenin çıxılması ilə olan radikaldır. Yəni CH3 tək xətt metil adlanır. Bir xətt çıxırdı ya, bu birli radikaldır. İndi əgər sizə CH2 də deyəcək, metilen qrupu da deyəcək. Metilen qrupu da CH4'dən 2 karbon çıxmağıdır. 2 hidrogen çıxmağıdır. Bu da metilendir. Tamam mı? Bu da ikili radikaldır. Məsələn, propil necə yazılır? Propildən bir hidrogen çıxır və 3 karbonludur. CH3, CH2, CH2 bu propildir. Birli radikaldır. Niyə? Çünki bir xətt çıxan karbon bir karbonla birləşib. Sonra izopropildir bu. Çünki bu ikili radikaldır. Niyə? Çünki baxın, bundan çıxan xətt, bu xəttdən çıxan karbon 2 karbonla, sağdan bir CH3'dən, soldan bir CH3'dən birləşmişdir. Biz burada görürük birli, ikili, üçlünü müəyyən şəkillərlə izah etməyə çalışacağım. Baxın, burada görürsünüz CH3. CH3 birlidir. Niyə? Çünki bir karbonla birləşir. Bir karbonla birləşdiyinə görə, bax, bu CH3 birlidir. Sonra mən burada CH görürəm. CH sağdan, soldan, aşağıdan birləşib, 3 karbonla birləşib. Ona görə onun üstünə yazmışam ki, bu üçlüdür. Sonra CH2'ni görürəm. CH2 sağdan və soldan 2 karbonla birləşib. Ona görə ikilidir. Sonra gəlirəm, burada karbon görürəm. Sadəcə karbon. Sağdan da, soldan da, yuxarıdan da, aşağıdan da karbonla birləşib. Deməli, bu dörtlüdür. CH3 yine bir karbonla birləşib birlidir. Yuxarıdakı CH3 bir karbonla birləşib birlidir. Burada da CH3 birlidir. Burada da CH3 birlidir. Onda belə çıxır ki, CH3'lər birli, CH2'lər ikili, CH'lar üçlü, sadəcə karbon dörtlü olur. Düzdürmü? Adlandırılmadan danışaq. Adlandırılma, səmərəli üsulla və beynəlxalq üsulla adlandırılmamız var. Gəlin birinci səmərəlini müəyyən bir alkan üzərində izah edin. Məsələn, görürsünüz burada CH3, CH, CH2, karbon, CH3 görürük. Baxın, bu trimetil izobutil adlanır. Niyə? Birinci, ən çox birləşəni seçməliyik. Ən çox birləşən burada bunu görürük. Baxın, burada 3 dənə CH3 gördük. Düzdür? Bu 3 dənə CH3 trimetil. 3 dənə CH3 3 tri deməkdir. Trimetil gördük. Və bir də bunun rəngini dəyişim mən. Bir də burada bir radikalımız var ki, bu da izobutil adlanır. Deməli, bir radikalımız yuxarıda CH3, bir radikalımız sağda CH3, bir radikalımız aşağıda CH3 və bir radikalımız solda, bu da izobutil adlanır. Deməli, 3'ü trimetil oldu, 3 dənə CH3'ümüz trimetil adlandırıldı və bir də izobutil adlandırdıq. Gördünüz mü? Dəqiqə. Aha. Bu şəkildə. Bu da izobutil adlandı.
İndi gəlin beynəlxalq adlandırmaya baxaq. Beynəlxalq adlandırmada necə adlandırırıq? Beynəlxalq adlandırılmada uşaqlar, biz nömrələmə aparmalıyıq. Deməli, birinci ən uzun karbon zənciri, əsas zəncir seçilir və ya şaxə. Yaxın olan tərəfdən nömrələmə aparılır. 1, 2, 3. Biz burada sağa doğru nömrələ aparmışıq. Yəni sola doğru da apara bilər. Çünki burada fərqi eləməz. Yəni 1, 2, 3 eyni olur. Radikal yenə ortadadır deyə fərqi yoxdur. Sonra biz radikal birləşən karbonun nömrəsi seçilir, birləşən. Sonra radikalın adı deyilir. Sonra isə ən uzun zəncirin adı deyilir. Məsələn, görürsüz burada CH3, CH, CH3 nömrələdim. 1, 2, 3. Görürsüz, metil ikincidən çıxıb deyə uşaqlar. Dedim 2 metil. Və ən uzun zəncir 1, 2, 3. 3 karbon da propan adlanır. 2 metil propan. Bu şəkildə adlandırılmamızı apardıq. Danışaq indi biz izomerlikdən uşaqlar. İzomerlik nədir? Nisbi molekul kütlələri eyni olur. Kəmiyyət və keyfiyyətcə tərkibi eyni olur. Sadəcə quruluşu fərqli olan maddələrə izomerlər deyilir. Və bu hadisəyə də izomerlik deyilir. Deməli, danışdıq izomerlikdən. Uşaqlar, alkanlarda, yəni müxtəlif karbohidrogenlərdə izomerlik əlbəttə ki, həmin o karbohidrogen sinifinə görə dəyişir. Alkanlarda da həmçinin. Alkanlarda izomerlik 4-cü nümayəndədən başlayır. Yəni 4-cü nümayəndəmiz nə idi? Butan. Butandan başlayır. Butanın məsələn 2 izomeri var. Hansı izomerlərdir? Bir normal butandır, bir də 2 metil propandır. Baxın, normal butanda görürsünüz şaxəsiz zəncir sadəcə düzülüb. Burada isə ikincidən bir metil radikal çıxardılır. 2 metil propanda da 4 karbon var. Yəni ikisi də C4H10 formuluna uyğun gəlir. İkisi də C4H10 formuluna uyğun gəlir. Uşaqlar, biz burada qeyd eləmişik. Məsələn, biz burada dedik butandan başlayır. Məsələn, butandan sonra gəlir pentan, heptan, heksan. Yəni bunlarda da izomerlik var həmçinin. Əlbəttə ki, karbon sayı artdıqca izomerlərin sayı da ona uyğun artır. Ancaq metanda izomerlik yoxdur, ya da propanda yoxdur, ya da etanda izomerlik yoxdur. Butandan başlayır. Uşaqlar, sadəcə bu zaman karbon atomlarının quruluş artçılığı dəyişir, ancaq nisbi molekul kütlələri, kəmiyyət və keyfiyyət tərkibi eyni olaraq qalır. Bu qırılış izomerliyi adlanır. Qırılış izomerliyi də həm sinif daxil olur, həm sinif arası olur. Alkanların sinif arası izomerliyi yoxdur, ancaq sinif daxili izomerliyi var. Hansı ki, butanı göstərdi ki, normal butan və 2 metil propan şəklində. Bu sinif daxilidir. Sinif arası izomerliyi yoxdur alkanların. Karbon atomlarının sayı artdıqca da izomerlərin sayı artdı. Düzdürmü? Uşaqlar, alkanlar təbii mənbələrdən, yəni təbii qaz, neftlə birlikdə çıxan qazlardan, daş kömürdən alınır. Təbii qazın əsas hissəsi metandır uşaqlar. Metan, CH4, bataqlıq qazının əsas tərkib hissəsidir. Ona biz bataqlıq qazı da həmçinin deyirik. Laboratoriyada alınmasına gəlin baxaq. Deməli, laboratoriyada CH3CO natrium üzərinə biz natrium OH gəlirik, bu şəkildə alırıq. Natrium, baxın bu xəttədiyim yer birləşir, natrium 2CO3 alınır. CH3 də sağda qalan natrium OH-ın hidrogenlə birləşib CH4 metan qazı ayrılır. Həmçinin aşağıda da baxın, C2H5CO natrium üzərinə natrium OH gələndə C2H5-in üzərinə natrium OH-ın hidrogeni götürür. C2H6 və natrium 2CO3 alınır. Sonra alüminium 4C3-ün üzərinə 12 mol su gələndə alüminium OH3 alınır və metan alınır uşaqlar. Bu, bunların laboratoriyada alınmasıdır. Həmçinin biz virus reaksiyasından da danışa bilərik. Deməli, gəlin virus reaksiyasına. Deməli, virus reaksiyası nədir uşaqlar? Virus reaksiyası alkanların monohalogenli törəmələrdə natriumdan təsir etməklə alınan reaksiyadır bu virus reaksiyası. Nə deməkdir monohalogenli? Mono 1 deməkdir. Halogen də yəni burada biz xlor da ola bilər, brom da ola bilər, yod da ola bilər deyirik. Məsələn,
2R X nə deməkdir? Yəni R müəyyən bir radikaldır, X da yəni xlor da ola bilər, brom da ola bilər, yod da ola bilər. Üzərinə natrium gəlməklə gördünüz, burada göstərmişəm. Alınır, natrium bu X-i götürür. Yəni X xlorsa məsələn xloru götürür, alınır. Nə? Natrium X, yəni məsələn natrium xlor. Və R. Yəni bu radikalın eyni özündən olanı olmalıdır. Yəni güzgü şəklində. Məsələn, radikalımız burada göstərmişəm CH3, CH2. X da qeyd eləmişəm nümunə kimi xlor. Üzərinə natrium gələndə bu natrium bu xloru götürür, alında natrium xlor. Natrium xlorun işimiz yoxdur. Və bu CH3, CH2 eynisi yazılır. Baxın, eynisi. Sağda CH2 yazılmalıdır birinci sağda. Sonra CH3. Çünki baxın CH2-nin güzgüsü burada CH2-dir. CH3 də buradakı CH3-dür. Bu şəkildə. Yeganə alkan metandır ki, biz metanı ala bilmirik Wurtz reaksiyasına. Deməli, metan Wurtz reaksiyasından alınmır. Uşaqlar, burada bir A radikalı var, bir də B radikalı var. Yanında da xloru var. Və natrium, bu xloru götürüb natrium xlor alınır. Daha sonra AA, yəni A-nın özündən alınarsa bu 25%-dir. B-nin özündən B alınarsa həmçinin 25%-dir. Ancaq A ilə B 50%-də olur uşaqlar. Bu da testlərdə rastımıza çıxacaq. Uşaqlar, alkanlar birləşmə reaksiyasına getmir. Alkanlar, yəni hidrogen özünə birləşdirmir. Alkanlar H-xlor özünə birləşdirmir. Alkanlar çünki doymuş karbohidrogen olduğuna görə alkanlar birləşmə reaksiyasına getmir uşaqlar. Doymamış karbohidrogenlər birləşmə reaksiyasına gedir. Doymamış karbohidrogenlər hidrogenləşmə reaksiyasına gedir. Amma doymuş karbohidrogenlər, yəni alkan getmir uşaqlar. Məsələn, CnH2n bu doymamış karbohidrogendir. CnH2n üzərinə hidrogen gələndə alkan alınır uşaqlar. Niyə? Çünki üzərinə 2 hidrogen gəlinir. CnH2n üzərinə 2 hidrogen gələndə CnH2n plus 2 alınır. Və yaxud da CnH2n minus 2-nin üzərinə CnH2n minus 2 də doymamış karbohidrogendir. Üzərinə 2 mol hidrogen gəlmək, üzərinə 4 dənə hidrogen gəlmək deməkdir. Və bu zamanda CnH2n plus 2 alınır uşaqlar. Məsələn, C4H10, yəni cracking də alına bilər. Molekul kütləsi böyük olan alkanlarda cracking eləyirlər. Cracking parçalanma deməkdir. Bu zamanda həmçinin alkan ala bilərik. Məsələn, C4H10. C4H10-dan bir C2H6 alkan ala bilərik və C2H4 alkeni də almaq olar. Fiziki xassələri aqreqat halından danışsaq, alkanlar 1-ci karbondan 4-cü karbon arası qazdır. Yəni metan, etan, propan, butan. Bunlar qaz halındadır uşaqlar. Ancaq 5-ci karbon və 15-ci karbon arası maye halındadır. 15-dən 16-dan sonra isə bərk haldadır. Yəni pentan, heksan, heptan bunlar maye halda, aqreqat halda olur. Sonra uşaqlar, bu alkanların fiziki xassələridir. Alkanlar rəngsizdirlər. Alkanlar suda həll olmurlar. Alkanlar karbon sayı artdıqca sıxlıqları, qaynama temperaturları, həmçinin qaynama temperaturu artırsa ərimə temperaturları da artır. Uşaqlar, Mr artdıqca, baxın, Mr artdıqca oxu yuxarı göstərmişəm. Yəni bu artmaq deməkdir. Mr artır. O zaman karbonun da kütlə payı artır uşaqlar. Baxın, karbonu da omegasını yuxarı göstərmişəm. Amma hidrogenin omegası azalır. Tamam mı? Sonra bu qaydanı deyəcəm, test toplusunun və başqa testlərdə də qabağınıza testə çıxacaq. Uşaqlar, əgər karbon sayı eynidirsə, yəni sizə 2-3 birləşmə göstərəcək və bunların karbonların sayı eyni olarsa, qaynama temperaturlarını müqayisə eləyin deyərsə, həmişə şaxəsiz alkanın qaynama temperaturu şaxəli alkanın qaynama temperaturundan yüksək olur. Baxın, qeyd yazmışam bura. Şaxəli alkanların qaynama temperaturu eyni sayda karbona malik şaxəsiz alkanın qaynama temperaturundan aşağı olur. Baxın, bu qaydanı mütləq qeyd eləyin. Deməli, şaxəsizlərin qaynama temperaturu şaxəlilərdən yüksək olur. Yəni, şaxəlilərin qaynama temperaturu şaxəsizlərin qaynama temperaturundan aşağı olur. Həmçinin şaxəli alkanların qaynama temperaturu uşaqlar. Bunu dedik. Deməli, şaxəlilərdə molekular arası cazibə qüvvəsi şaxəsiz
izomerlərdə az olur uşaqlar. Baxın, bu da qeyd eləyin ki, yəni şaxə artdıqca cazibə qüvvəsi də neyir? Azalır. Şaxələrdə cazibə qüvvəsi şaxəsiz izomerlərdən azdır. İzomerlərdən. Burada n yazmaq yadımdan çıxıb. İzomerlərdən azdır uşaqlar. Deməli, danışaq indi alkanlarda əvəz etmə reaksiyalarından. Alkanlarda əvəz etmə reaksiyaları. Dedik, alkanlar birləşmə reaksiyalarına getmir, ancaq alkanlar əvəz etmə reaksiyalarına gedə bilir. Uşaqlar, alkanlar florla adi şəraitdə xlorla, bromla, HNO ilə daxil olurlar və bu reaksiyalar zəncirvari reaksiyalar adlanır. Sizə desək ki, zəncirvari reaksiyanı seçin, alkanların üzərinə halogen gəliriksə, bu zəncirvari reaksiyadır və dedik ki, bura yazım. Zəncirvari və dedik ki, alkanlar florla adi şəraitdə, xlorla, bromla da HNO ilə reaksiya daxil olur. Baxın, birinci metanı göstərib. 1 mol metan, 1 mol xlorla reaksiya daxil olursa, deməli 1 xlor əvəz olunur bu zaman. Xlorun biri hidrogenin birini əvəz eləyir. Olur CH3 xlor və hidrogenin biri də 1 xloru götürüb alınır H xlor. Baxın burada. Və yaxud da CH3 xlorun üzərində yenə xlor gəlirik. Burada yenə hidrogenin birini götürür. Hidrogenin biri götürüb xlorun birini alınır H xlor və yerdə qalır CH2 xlor 2. Məsələn, CH8. CH8-i biz 3 xlorla reaksiya aparırıq. Deməli, 3 xlor üzərinə gəliriksə uşaqlar, deməli, hidrogenin 3-ü xlorla əvəz olunur. C3H8-dən 3 hidrogen əvəz olunursa, da qalır 5 hidrogenimiz. C3H5, xlor 3 və 3-dən də H xlor. Nə qədər xlor əvəz olunursa, o qədər də H xlor alınır. Bax, 3 xlor əvəz olundu, 3 mol xlor. 3-dən də H xlor alınır. Baxın, 4 xlor əvəz olundu, 4 mol da H xlor alındı. Həmçinin C xlor 4 alındı. Bunlar da qeyd eləyin uşaqlar. Alkanlar yanma reaksiyasına girir, yəni üzərinə oksigen gəlirik və karbon qazı su alınır. Bütün karbohidrogenlər oksigenlə reaksiya girib, karbon qazı və su alınır. Alkanların da üzərinə oksigen gələndə karbon qazı və su alınır. Baxın, burada CH2+2 N karbon var deyə N molda CO2 alınır. 2N+2 hidrogeni var deyə bura N+1 yazdım ki, uşaqlar, N+1-i də sağdakı H2O-nun ikisinə vuranda elə 2N+2 alınır. Sonra görürsünüz N mol CO2-də 2N oksigenimiz var. Burada isə N+1. Yəni ümumi 3N+1 oksigen oldu sağda. Solda da 3N+1 oksigen olmalıdır. Ona görə 2-yə bölürəm ki, çünki oksigen ayağında da 2 var. Yəni 2-yə vursam, elə 3N+1 qalsın. Biz ona görə 2-yə bölürük burada uşaqlar. Aha, CO2. Aha, yəni metan can oksigen gəlir, karbon qazı və su alınır. Əmsalaşdıranda da suyun qabağına 2 düşür. Həmçinin uşaqlar, burada oksigenin qabağına da 2 düşməlidir. Aha. Uşaqlar, alkanlar dedik, kalium permanganatla deməli. Alkanlar kalium manqanol 4 və bromlu suyu rəngsizləşdirmədilər uşaqlar. Nə kalium manqanol 4-ü, nə də bromlu suyu rəngsizləşdirmir. Çünki doymuş karbohidrogenlərdə alkanlar. Alkanlar dehidrogenləşmə göstərsək biz. Deməli, dehidrogenləşmə nədir? Hidrogenin ayrılması ilə gedən reaksiyalardan, ancaq hidrogenləşmədə hidrogenin üzərinə gəlməsi ilə gedəndir. Hidrogenləşmə deyirsə, üzərinə hidrogen gəlirik, dehidrogen deyirsə, üzərinə hidrogen çıxırıq. Amma hidratlaşma ilə hidrogenləşməni qarışdırmayın. Hidratlaşma sudur, hidrogenləşmə hidrogendir. Dehidrogenləşmə zamanı uşaqlar, hidrogen çıxır. Baxın, metan parçalanması, yəni 550-600 dərəcədə də müxtəlif alınır, müxtəlif məhsullar alınır 1000 dərəcədə də və 1500 dərəcədə. Gəlin baxaq görək 550-600 dərəcədə nə alınır? Alınır bu zaman C2H4 və hidrogen. 1000 dərəcədə karbon və hidrogen, 1500 dərəcədə C2H2 və 3 mol hidrogen alınır.
İzomerləşmədən danışaq. İzomerləşmə nədir? İzomerləşmə zamanı baxın uşaqlar, alüminium xloru 3-ün iştirakı ilə gedir. Alüminium xloru 3 burada katalizator rolunu oynayır. Yəni alüminium xloru 3 katalizatorun iştirakı ilə C4H10 və ondan sonraki alkan nümayəndələrini biz qızdırıldıqda onların quruluşu dəyişir. Bu da izomerləşmə reaksiyalarıdır. İzomerləşmə reaksiyaları zamanı dediyimiz kimi kütləsi dəyişmir. Deməli, izomerləşmə zamanı deyirik kütləmiz dəyişmir əlbəttə ki. İzomerləşmə zamanı bizim kəmiyyət və keyfiyyət tərkibimiz eyni olur. Sadəcə quruluş dəyişir. Birləşmə ardıcıllığımız dəyişir. Məsələn, dedik bu da butandan başladı. Baxın, burada görürsünüz sadəcə karbonlar şaxəsizdir. Daha sonra izomerləşmədə şaxəli oldular. Hər ikisində də C4H10'dur. Deməli, biz dedik alkanlar kalium, manqanodu və bromlu suyu rəngsizləşdirmədilər. Dedik yanacaq kimi istifadə olundu metanla, həmçinin hidrogenlə. Biz dedik metan suyu ilə girir, dəm qazı və hidrogen alınır. Və yaxud da dedik metan karbon qazı ilə girir, dəm qazı və su alınır. Bu sintez qazının tərkib hissəsidir. Və ən çox testlərdə rast gələcəksiniz Würz reaksiyasında nələr dəyişir, nələr dəyişmir uşaqlar. Würz reaksiyasında zəncirin uzunluğu əlbəttə dəyişəcək. Baxın, birinci normal butan idi, sonra keçir metil propana. Görürsünüz, uzunluğu nədir? Azaldı. Birinci daha uzun zəncir idi, ikinci zəncirimiz qısaldı. Deməli, Würz reaksiyasında zəncirin uzunluğu həmişə artır. Mən bunu izomerləşmə ilə nümunə göstərdim, amma izomerləşmə ilə Würz reaksiyasının əlaqəsi yoxdur uşaqlar. Würz reaksiyası nə idi? Özündən eynisi alınırdı bir də. Yəni zəncir əlbəttə ki uzanacaq. 2 dəfə artacaq əlbəttə ki. Zəncirin uzunluğu dəyişdi. Atomların birləşmə ardıcıllığı da dəyişir uşaqlar. Karbonun oksijeşmə dərəcəsi də dəyişir həmçinin. Dəyişməyən nədir? Karbonun valentliyi, hidrogenin valentliyi və hidrogenin oksijeşmə dərəcəsi də dəyişməlidir uşaqlar. Deməli, Würz reaksiyasında zəncirin uzunluğu, atomların birləşmə ardıcıllığı, karbon oksijeşmə dərəcəsi dəyişdi. Karbonun valentliyi, hidrogenin valentliyi, hidrogen oksijeşmə dərəcəsi isə dəyişmədi uşaqlar. Bu qədər alkanlar uşaqlar. Ümid eləyirəm yararlı video oldu sizin üçün. Ümid edirəm bu videodan sonra inşallah testləri rahat şəkildə işləyə bilərsiniz uşaqlar.